Tərəflər Ukrayna münaqişəsi və təhlükəsizlik siyasətinə toxunmaq niyyətində olmadıqlarını bildirsələr də, görüşdə Ukrayna məsələsi də müzakirə olunub. Belə ki, iki ölkə arasında diplomatik səviyyədə narazılıqlar məhz Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə yaranıb və hazırda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Biden administrasiyasından miras qalan bu narazılıqları aradan qaldırmaqda maraqlıdır. Düşünürəm ki, İstanbul görüşündən sonra, bir neçə həftə sonra Donald Trump, Vladimir Putin görüşü də mümkün olacaq ki, məhz bu görüşdə təkcə iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin bərpası deyil, eyni zamanda Ukraynadakı müharibənin də qısa bir müddət ərzində həll edilməsi müzakirə olunacaq. Hələ ki, İstanbul görüşündən böyük nəticələr gözləmək mümkün deyil. Çünki uzun illərdir Ukrayna müharibəsi səbəbindən Rusiya və ABŞ arasında böyük bir uçurum yaranıb. Həm siyasi, həm diplomatik, iqtisadi cəhətdən iki ölkə arasında uzaqlaşma var və bir neçə görüşlə bu məsələləri qısa bir müddət ərzində həll etmək mümkün deyil. Danışıqların nəticələri ilə bağlı mətbuata hər hansı bir açıqlama verilməyib. TASS informasiya agentliyinin məlumatına görə bir müddətdən sonra sadəcə görüşün yekunları ilə bağlı Xarici İşlər Nazirliklərinin bəyanatı olacaq. Detallar açıqlanmasa da, bağlı qapılar arxasında keçən görüşdə tərəflər səfirlik və konsulluqların işində çətinliklər yaradan çoxsaylı texniki maneələrin, eləcə də viza və maliyyə məhdudiyyətlərinin aradan qaldırılmasını müzakirə edib. Amerika Birləşmiş Ştatlarında müsadirə edilmiş 6 diplomatik korpusa aid əmlakın Rusiyaya qaytarılması, həmçinin Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında birbaşa uçuşların bərpası da gündəmdə olub.